Bismillahirrahmanirrahim. Ata yolunu saxlayar mı hər oğul? Öz yurdunun qurbanıdır nər oğul. O bir ana, mən də ona bir oğul. Sığınmışam qucağına vətənin. Bütün izləyicilərə, yoldaşlarıma salamlarımı, sayğılarımı çatdırıram. İslamlığın və tüylüğün 10-cu hissəsini başlayırıq. Qərb yeni fəlsəfəsi hücum və yürüşlə başlandı. Bunlar müsəlman ölkələrin rifahını görərkən servətlərinə tamah salmaq üçün paxıl gözləri ilə, cinayətkar işləri ilə meydana çıxdılar. Məbəd şüvalyələri müsəlman türk ölkələrinin torpaqlarına əl atmaq üçün nə cinayətlər ki eləmədilər, nə qanlar ki töhmədilər. Bunlar səlibi döyüşlərinin qurucusu oldular. Səlibilər qızıl axtarmaq üçün, bahalı daşlar tapmaq üçün onların qarnını yırtırdılar. Belə zənn edirlər ki, onlar ölməmişdən əvvəl o bahalı daşları, qızılları udublar. Bunların qarnından çıxartmalıydılar. Bu yoxsul döyüşçülər qısa zamanda bu talanmış servətlərin əsasında yüksək bir servətə sahib oldular. Framasonlarla qardaşlıq qərarına imza atdılar. Bunların kilisanın içində olan cinayətləri də hədsiz, qorxumçul, zəhləkar idi. Giordano Bruno'nu kitabları ilə yandırdılar. Jandark bir geddisi odda kül elədilər. Bizim hələ-hələdir. Səlibi döyüşlərinin səsi qulaqlarımızdadır. Unutmamışıq. Birinci, ikinci Dünya Savaşında dünya qan qusturdular. Şürələri adamların yandırmaqla qızışdırdılar. Adamların yağından sabun düzəltdilər. Bir sıra filsuflar da bu durumdan, bu vəziyyətdən dəhşətə gəlirdilər. O cümlədən Bertrand Russell deyirdi ki, mən təəccübdəyəm. Niyə Dünya Savaşı Avropada üz verdi? Axı biz Avropa cəmaətini əxlaqla, mədəniyyətlə təməddünlaşdırmışdıq. Belə iş olmayacaqdı. Olacaqdı. Böyük filsuf. Niyə ki, bu sonuçlar bir pratik sonuçlarıdırlar ki, Machiavelli'nin Şəhriyar kitabından, Francis Bacon'ın əsərlərindən, Nietzsche'nin Keningov Zərtoştundan, Əbərmərdindən, Fərasuy Nikobət kitablarından çıxırdı eşiyə. Bu bir doğal, aydın bir düşüncə idi ki, belə sonuçlara yetişməli idi. Filsuflar ki, ümumiyyətdə bunların heç əxlaqi yaşayışları da yox idi. Bunlar hələ-hələ Avropada olanlar özlərini tualetdə yumazlar. Dünyada kürəsəl Behdaştıdan danışarlar. Əgər bir gün tutmayalar, iyləri bütün cələsələri bürüyər. Sənin etiqadın budur. Təbiəti qamçılayasan. Niyə ki, təbiət sənə düşməndir. Amma Farabinin, Əbu Reyhan Biruninin, türk müsəlmanların milli fəlsəfəsində təbiət anadır, yoldaşdır. Təbiəti dost tutmalısan. Axı bu fəlsəfədə su yaradıcılıqdır, topraq doğarqanlıqdır, günəş güc, dövlət simgəsini daşıyır. Mənlə sənin aramızda bir böyük fərq vardır. Sənin Rönesansın əski Yunana qeytmək, Əflatunun, Ərəstunun düşüncəsinə qeytməkdir. Məgər Əflatunla Ərəstu birlikdə düşünmürdülər ki, adamlar iki cürədilər, Yunani, Bərbər. Yunanının seçməyə, seçilməyə haqqı var. Bərbərin seçməyə, seçilməyə haqqı yoxdur. Yunani ağadır, Bərbər ona nökərçiliyə yaranıbdır. Məgər Əflatunun qadınlar haqqında komon iştiraki nəzəri bizim hələ-hələ yadımızdan çıxıbdır. Mənim Rönesansım Şah İsmail Xətaiyə Təbriz məktəbinə qeytməkdir. Şəms-i Təbrizi bir şaman kimi düşünməkdir. Mənim əzizlərim, biz milli fəlsəfəyə ehtiyacımız vardır.
Bu fəlsəfə əleyhi fəlsəfənin 3-cü hissəsidir. Biz sizinlə ortalığa qoyuruq. Türk müsəlmanların milli fəlsəfəsi Farabinin düşüncəsində, Mədinə-i Fazilənin qurmağında, qızıl almanı yaratmaqda, qeyri-fazilə mədinələrlə döyüşə girməkdə, Təbriz məktəbini tanıtdırmaqdadır. Təbrizin Məqbərətül-Ürəfası yüzlər Arifin mədfənidir. Sevən, sevdalanan Ariflər ki, bircə-bircə humanizmin düzgün elçiləri, mübəlliğləri olmuşdular. Misyonerlərlə fərqli idilər. Gözümüzün önündə bir masoni məşrutəçi onu Gülüstan bağına çevirmişdir. Təbrizin Qızılçı bazarına Əmir bazarı deyərlər. Niyə? 800-cü ildə Xaqan Əmir Teymur o bazardan görüş eləyir. Orada qızıllar görür ki, Hindistanda onları görməmişdir. Bu ağır, zəngin burjuvaya, bazara 700 il bundan qabaq demək olar Təbriz malikidir. Əmir Xaqan Teymur bu durumu görərkən Təbrizi talamaqdan vaz keçir. Adı da hələ Əmir bazarı qalıbdır. Şubiyə məşrutədə bir para qondarma kitablarla meydana çıxır. Türk şahlarını ki, məktəbli, şəxsiyyətli, hüviyyətli, savadlı, insani olmuşdular, onları müstəbid tanıtdırır. Heç zaman cinayətə, qan töhməqə, talançılığa bir şah ki, sazla sözü birləşdirə düşünə bilməz. Bunların dərin şəxsiyyətləri var idi. Amma bunlar tarixi cəl elədilər. Yalan-palan tarixdə törətdilər. Kültür yazdılar. Misyonerləri mübəlliğ adı ilə dövlətlərin aralarına soxdular. Həm bizi içəridən boşatdılar, həm aldatdılar. Şahlarımızı da savadsız, qan tökən, müstəbid, cinayətkar görsətdilər. Halbuki onların vəzirlərini də bizə çox savadlı, huşlu başlı tanıtdırırdılar. Axı necə ola bilər? Müstəbid şah, Xacə Nizamülmülk, Əmir Kəbir kimin vəziri olsun? Çox doğal düşüncədir ki, şah elmidə, fəzlidə, əqldə, cürətdə, cəsarətdə vəzirdən yuxarı olmalıdır. Bunlar Şubiyənin düşüncəsidir. Şubiyə bu düşüncəni gücləndiribdir. Bir para əllərində də müstəşriklər vardı. Reynold Nikolson 40 ildən yuxarı Mövlana barəsində işləyir, ta gəlsin Şəms məktəbini Mövlanadan ayırsın. Anmari Şimel kimin adam Almandan gəlir, Mövlananın məktəbinin təhrifində çalışır. Profesor Korbəni Fransədən Əllamə Təbatəbayin yanında otudub, dərəcədə buna bir düşüncələr verirlər ki, bu gəlir bir müfəssir Hindidən deyir ki, bu Zolqərneyn Kuroş idi. Bunu bunlar yayırlar, bunun ətəyinə qoyurlar. Oğuzxan, Mətəxani ki, bu düşüncəni eləyə bilərdi, yaysın. Bunun simgəsi olsun, onun üstünü örtürlər, batırırlar. Axı bir millətin ki, Farabisi olsa mən bilmirəm. Hume'a, Marx'a, Engels'ə, Hegel'ə nə ehtiyacı var? Bir millətin ki, Mövlanası, Şəmsi ola, bəzənmiş, yuxladan, təvəhhümdə olan irfana, o cümlədən Kabalaya, Oşoya, əxlaqsız bir irfana, Paulo Coelho'ya, ya klasik irfanlarına, Saint Augustinə bunun nə ehtiyacı ola bilər? Türk müsəlmanların Oğuzxanı, Mətəxanı, Koroğlusu kimin üstürələri vardı. Dinçilikdə Həzrəti Muhammədi, Həzrəti Əlisi vardır. Hökumətdarlıqda bunların Məhmud Qəznəvi, Alparslan, Məlikşah, Nadirşah, Çəngizxan, Cəlaləddin Xarəzmşahi, Əmir Teymur, Səlahaddin Əyyubi, belə bunların simgəsi, damğaları vardır. Bunların sənin demokrasi və nə ehtiyacı vardır? Örnək üçün Nasirəddin Şahı bizə tarixdə bir cinayətkar, müstəbid göstəriblər. Halbuki bu şah-ı şəhid idi.
Buna xəlifə-i Müslümin deyirdilər. Qiblə-i aləm, savadlı, məktəbli, rətif ruhiyyəsi olan humanitar, şair, xəttat, nəqqaş, əkkas, nağılçı, səfərnamə yazan, Məsnəvi Mövlananın barəsində kitab yazan, modernitə görən, modernitə sevən, murtəci adamların qabağında dayanan idi. Bu adam birinci dəfə Ömər Koşun mərasimini İranda qədağan elədi. Ola bilsin bir amillərdən ki, bunun qətl fitvasının sadır olması da bundan asılı ola bilsin. Tekiyə dövlət düzəltdi, həm İmam Hüseynin təziyəsini qurdurdu, həm birinci dəfə operanı gətdi ora. Elektrisitəni orada yandırdı, lamp yandırdı. Avropaya səfər edən, böyük adamlarla əks salan, Məmalik Məhrusi Qacarı modernitəni ona gətirən, çoxlu, yenidən düzəlmiş böyük müəssisələrin qurucusu oldu. Əvvəlinlər padişahını ləqəbini bu daşıyırdı. Bir reformist idi. Yaşayışı millətin rifahını yaxçılaşdırmaqla düyündüyünə idi. Birinci mədrəsəni o düzəltdi. Roşdiyyəyə o yolu açdı. Dövlətin birinci şurasının neçə dənə vizarətxana ilə o düzəltdi. Birinci sikkəni, birinci iskanası bu vurdu, çap elədi. Birinci məzalim divanı dadxahlıq üçün o yola saldı. Yəni qüvvə-i qəzaiyəni müstəqil hakimiyyətdən birinci bankı düzəltdi. Birinci təmri çap elədi. Birinci teleqrafı, birinci modern xiyabanı, birinci mövzəni, birinci bağı vəhşi, birinci 5 qatlı imarəti, birinci saati, birinci qatarı, birinci şəhərdə olan mücəssəməni, birinci sənət karxanasını, birinci əqqasxanasının hamısının bu qurucusuydu, yola salanı idi. Modern şəhər düzəltməkdə, modern yol salmaqda, dəmir yolunu Naxçıvanla Zulfa arasında, Ənzəli ilə Pirbazar arasında bu yola saldı. Fənni mədrəsələri modern gedişatı ilə, o cümlədən Darülfünunu Nasirəddin Şah yola salır, Nasirəddin Şah Təbrizi yola salır. Öyrənciləri o göndərir Avropaya. Onların içindən tibb üçün, mühəndislik üçün dərs oxusunlar, bu məmləkətə geyitsinlər, qulluq eləsinlər. Ərteşin ordusunu bu düzəldir. Zəndiyyə sınırlarını bu artırır Qacar dövrəsində. O əsasda bu şahın bu işlər bunun bərəkətlərindən idi. Mənim yoldaşlarım, mənim dostlarım, parlaq keçmişinə kimsə sahib olmasa, qondarma gələcəyə malikdir. Qərb fəlsəfəsi bir ağır axımı var. Bir ağır budağı var bizim içimizdə. O da şubiyə budağıdır. Şubiyə biz açacağıq. Klasik, miyanə, modern, pəsamoderni vardır. Klasiki elə İslamın başlanışığından dizbədiz gəlir, ta indiyə kimin bizinən vardır. Böyük axımdır, totaliter, yüngülbeyin, talançı balaları vardır. Onun birisi də İran şəhri düşüncəsidir. İran şəhri istəməyə qərb fəlsəfəsinin bir balasıdır. Bunun sandığından təhcə talançılıq, cinayət, təbiz, ədalətsizlik çıxa bilir. O Mevlana demişdi, tabe danet mümin و گبر و یهود kəndərin sənduq göz lənət nəbud. Bu sandığı açsan, içindən lənətdən əlavə heç də çıxmaz. Rəbbənə la tuaxizna in nəsina əv əxtana. Sağ olasınız, gələn görüşə qədər.